Hər vaxtınız xeyir olsun, salamlayıram hər birinizi. İyun ayının içində artı sertifikasiyadan imtahan verəcək müəllimlərimiz üçün sınaq paylaşıbdır və orada metodika sualları var və həmin metodika suallarının bir neçəsinin izahını verəcəm sizlər üçün. Diqqətli olaq, zəhmət olmasa. Deməli, sual 1-ə baxırıq. Şagirdlər Azərbaycan musiqi janrlarını müqayisə edir və hər xüsusiyyətlər haqqında danışırlar. Deməli, bizim bu şagirdlərdə idrak taksonomiyasının hansı mərhələsinin inkişafına xidmət etdiyini soruşur. Yəni, idrak taksonomiyasının mərhələsini soruşur sizdən. Şagirdlər əgər Azərbaycan musiqi janrlarını müqayisə edə bilirlərsə, demək, bu musiqi janrlarını müqayisə edə bilirlərsə, xüsusiyyətləri haqqında danışa bilirlərsə, izah verə bilirlərsə, deməli, bu musiqi janrlarını onlar anlamaq mərhələsində deməlidirlər. Yadda qalsın. Anlayan insan bunları edə bilir. Birinci sualımızın cavabı anlamaq. Gəldik. 2. Müşahidə olunur ki, yuxarı sinif şagirdlərindən biri öz sinif yoldaşını bullyingə məruz qoyur. Deməli, yuxarı sinif şagirdlərindən biri öz sinif yoldaşını bullyingə məruz qoyur. Belə ki, tez-tez onun əşyalarını gizlədir, yoldaşları arasında xətrinə dəyən sözlər deyir. Problemin həlli üçün sinif rəhbərinin atacağı hansı addım effektiv olacaq? Effektiv olanı soruşur. Deməli, A-ya baxaq. Bullying edən şagirdi çağırıb danlamaq. Danlamaq olmaz müəllimlər. Qəti şəkildə. Bunu götürürük. Səhvdir bu. Sonra, bullyingə məruz qalan şagirdlə görüşüb ona güclü olmağı tapşırmaq. Tamamilə yanlışdır. C bəndinə baxaq. Sinifdə dərs deyən müəllimləri, həmin sinifdə dərs deyən müəllimləri və məktəb psixoloqunu məsələnin həllinə cəlb etmək lazımdır və sinifdə mənəvi dəyərlərin inkişafı üçün addımlar atmaq ən optimal variantdır müəllimlər. Yadda qalsın. Yenə də o digər variantları oxuyacağam. Həmin sinifdə dərs deyən müəllim, valideyn, şagirdlər və bu prosesin nə üçün baş verdiyi ilə maraqlanmaq lazımdır deyir. Bu qədər böyütməyə gərək yoxdur. Şagirdlər, valideynlər bunları cəlb eləməyə ehtiyac yoxdur. E-yə baxın. Məktəbin valideynləri, müəllimləri və psixoloqu ilə görüşmək, ümumilikdə məktəbin psixoloji, emosional mühitini yaxşılaşdırmaq baxımından addımlar atmaq. Bu da səhv variantdır. Çünki proses sinifdə baş verirdi. Şagird öz sinif yoldaşı ilə bullying eləyibdir. Ona tez-tez əşyalarını gizlədirdi, xətrinə dəyən sözlər deyirdi və sinif rəhbərinin atacağı addım da C variantına uyğundur. Aydındırmı? Yadda saxlayırsınız, çıxır, gedir. Gəlin baxağın 3-ə. Valideynlə məktəb münasibətlərini inkişaf etdirmək üçün hansı yanaşma yanlışdır? Sizdən səhv olan istəyir. Müntəzəm rəy və informasiya paylaşmaq, bu doğrudur. Müntəzəm olaraq valideyn görüşləri, tədbirlər təşkil etmək doğrudur. Valideynləri məktəb mühitində iştiraka təşviq etmək, onların məktəb həyatındakı fəallığını təmin etmək. Tamamilə doğrudur. Sonra, valideynlərə maarifləndirici resurslar və dəstək təqdim etmək doğrudur. Münasibətləri yalnız akademik nəticələrə əsaslanaraq dəyərləndirmək tamamilə yanlış fikirdir. Yanlış olan E variantı olacaq. Gəldik 4-ə baxırıq. Müəllim summativ qiymətləndirmək üçün əvvəlki illərdə istifadə olunmuş test nümunəsindən istifadə edir bizim bu müəllimimiz. Lakin həmin test hazırki tədris proqramında nəzərdə tutulan təlim nəticələri ilə uyğun gəlmir. Bu situasiyada qiymətləndirmənin hansı prinsipi pozulubdur müəllimlər? Baxın. Əgər ki, baxdıq burada deyil, uyğun gəlmir. Həqiqətən də uyğun gəlmir. Demək, burada uyğunluq prinsipi pozulubdur. Uyğunluq prinsipi pozulubdur. Nəyə görə? Çünki buradakı test ölçülməsi nəzərdə tutulan təlim nəticəsini yoxlamağa xidmət etmir. Özünüz də görürsünüz. Əvvəlki illərdə istifadə olunmuş test nümunəsidir. Bugünkü gündəki təlim nəticəsini yoxlamağa xidmət eləmir bu. Buna görə də uyğunluq prinsipi burada pozulubdur. Uyğunluq, validlik prinsipi pozulubdur. Düzgün variantımız C variantı olacaq. Gəldik 5-ci suala. Şagirdlərə tapşırılır ki, dinlənilən musiqi əsərinə uyğun rəsm kompozisiyası hazırlasınlar və hər iki iş arasındakı emosional əlaqəni izah etsinlər. Burada inteqrasiyanın növünü soruşur.
Şagirdlərdən nə istənilir? Bax, görürsünüz ki, musiqini dinləyirlər və musiqi əsərinə uyğun rəsm kompozisiyası hazırlamalarını istəyirlər. Musiqi və rəsm. Yalnız fənlər arası olacaq. Yalnız fənlər arası. Yadda qalsın müəllimlər. Görürsünüzmü? Musiqidən danışır, rəsmlə danışır, başqa şey yoxdur burada. 6. Şagirdlər müxtəlif xalqların musiqisini araşdırır. Kim? Bizim bu şagirdlər. Müxtəlif xalqların, bax, musiqisini deyir, araşdırır. Musiqidə din və mədəniyyətin təsirini müəyyən edir və əsaslandırır. Diqqətli olaq müəllimlər. Burada əsaslandırmanı görən kimi, bu getdik, bunu təhlil, bu dəyərləndirmə, bu anlama. Baxın, feillərlə əzbərləmək, yadda saxlamaq yanlışa götürəcək sizi. Əsaslandırmaq 3 dənə mərhələdə var. Anlamaqda var, təhlildə var, dəyərləndirmədə var müəllimlər. Siz diqqətli olacaqsınız ki, burada şagird nəyə əsaslandırır? Öz fikrini mi əsaslandırırmı? İki fikir arasında müqayisə aparıb bir əsaslandırma mı aparır? Yoxsa burada bir təhlil işi mi görür? Baxın, idrak baxımından sizə mərhələni soruşur. Şagirdlər müxtəlif xalqların musiqisini araşdırırlar. Demək, bir təhlil işi görürlər burada. Sonra nə edirlər? Musiqidə, bax bu musiqidə din və mədəniyyətin təsirini müəyyən edirlər. Burada şagird özü heç bir dənə fikir əsaslandırmır. Musiqidə dinin, mədəniyyətin təsirini əsaslandıracaq. Buna görə bu mərhələ təhlil olacaq müəllimlər. Yadda qalsın. Aydındırmı? 6 dənə sualın izahını verdim. Bu tipli suallardan bolca işləmək istəyirsinizsə, əlavə sınaqlar işləmək istəyirsinizsə, kurikulumu A-dan Z-yə nöqtə-bə-nöqtə asan versiyada öyrənmək istəyirsinizsə, iyun ayının 1-dən başlayan sürət qruplarımıza qoşularaq, imtahana qədər sürətli bir şəkildə həftə içi hər gün dərslərə qoşularaq, canlı dərslərə qoşularaq təkrar edə bilərsiniz, öyrənə bilərsiniz. Bunun üçün burada qeyd elədiyim nömrənin WhatsApp və mobil ilə əlaqə saxlamağınız müəllimlər kifayətdir. Diqqətiniz üçün təşəkkür edirəm. Ümid edirəm ki, bu izah sizlər üçün faydalı oldu. Əgər faydalı oldusa, YouTube kanalıma abunə olun ki, həmin kanalda növbəti paylaşımlardan məlumatlı olasınız. Təşəkkür edirəm diqqətiniz üçün.